Salam hörmətli izləyicilər, biz hal-hazırda Zərdab rayonundayıq və bu gün bura biz gəlmiş ona görə ki, məmurlar, Zərdab rayon icra hakimiyyəti, Zərdab rayon polis idarəsinin rəisi bir şəhid ailəsinə qarşı tərbiyəsizlik eləyiblər və bu hörmətsizlik nədən ibarətdir? Deməli, aprel döyüşlərində, bu yaxınlarda aprel döyüşlərində Nurlan adlı əsgərimiz vətəni qoruyanda şəhid olub. Və şəhidi gətiriblər öz doğma rayonuna, Zərdab rayonuna. Burada dəfn ediblər. Və dəfn edərkən onların valideynləri istəyi olub ki, onun məzarı üzərində Azərbaycan bayrağı dalğalansın. Lakin bu hərəkət icra məmurlarına, polisə niyəsə xoşu gəlməyib. Və onlar gəliblər gördüyünüz kimi Azərbaycan bayrağını şəhid qardaşımızın məzarının üzərindən yığışdırıblar. Mən narazılığım oldu ki, mənim. Yəni bu prezidentimiz verdiyi qayı-keşiyə, yəni Zərdab rayonunda mən heç birisini görməmişəm. Yəni bu söhbətimiz olub bir baş daşı düzəlib, o da minnətliyidən. Bayraqdır, bu bayraq uğrunda döyüşlərdə həlak olub, bayrağa bükülüb. Yəni bir bayraq astırmışdıq, bayraq söz ki, bayrağı endiribdir aşağı. Bəs bu bayrağı kim sizə necə oldu ki, gəlib sizə dedilər? Kimlər dedi? Özün yanıçıları işləyərlər. İcraydan müavinlərini yollamışdı, yəni öz gəlməmişdi. Sonra polis gəlib qapıma, əllər cəmiyyəti gəlib. Bugün əşkisi gəlib ki, hökm deyir, plakat var yolda, deyir, o da götürülməlidir. Pastiyəlini mübarizin adını çəkir, mübarizin şəkilləri. Özü də kurs oxuyanda deyib ki, elə bil ki, olacaq o mübarizin şəhidliyi mənə də qismət olacaq. Qravatında yatır. Özünün qravatında, kurs oxuyanda qravatında yatırdı. Burada bir də torpaq oranda, bax, həmən o dedikləridir, bax, özü də şəhid oldu. İndi mənə bir şey çatmır da, bax, Belə şəhid adam alçaq. şəhid övlad, vətən uğrunda, torpaq uğrunda şəhid olub, amma icra məmurları bir dənə bayraq asmağı problem bilirlər. Bir bayraq qədər də mənim elə bir ki, uşağımın hörməti olmayıb da, torpaq uğrunda gedib. Təsəllim alırdı, ondan təsəllim alırdı. Onunla təskinlik alırdım da mən də. Bir dənə bir tut zürriyyət. Yəni şəhid atasıyam, mən şəhid atasıyam, yəni mən qalxma polis yollayır, əllər cəmiyyəti yollayır, hüquqləşsin yollayır. Yəni mən cinayət eləməmişəm, Polis göndərərlər. bir əməl eləməmişəm, oğlumuz qəhrəmanca həlak olubdur. Milisiyaya nəyə lazım, mən maraqlıdır. Deyirlər ki, bayraqla plakat Bayraqdan orada. plakat götürməlidir. Bayraqdan sonra plakatı deyirlər. Mənə də yəni icra başçısı hədə qorx gəlir ki, deyir prezident aparatına bir zəng eləyirəm. Bu başdaşda söz söhbətdən böyük. Valideyn uşağımızın başında bu bir bayraq qədər də bu uşağımızın hörməti olmayıb. Bax, yaxından çəkin o gözəl bala, gizir. Həmən o orcuqla, bax bir yerdə onlar bax elə şəhid olubdu. Kəşfiyyatçı. Bunu da zəhd deyirlər ki, hökmdə bu da götürülməlidir. Plakat götürülməlidir buradan hökm. Kim deyib və niyə? Tərəfdən onu deyir, olmaz götürülməlidir. İcra özü deyib də, deyib özünün el altılarına deyib ki, şəkli plakatla götürsün. Müavinlər. Bu şəhid torpaq uğrunda canın verib bastırılıb. Sabah birində deyəcəklər ki, özün də orada ləğv elində yatdığı yerində. Özləri rayon içində icra başçısı istifadə edir. Otduğu yerdə istifadə edir ki, hər şəhidim var, oradan göndər, gətirim, cim baxdım. Amma özün valideynlərinə qarşı, şəhidin valideynlərinə qarşı yoxdur. Hörmətsizlik. Özlərinin cibləri üçün. Da şəhidə hörmət yox, valideynə hörmət yox. Aha, deməli, hətta Zərdab rayon icra başçısı şəhid adından istifadə eləyib. Belə deyək, Prezidentin sərəncamı ilə getmir də bu adam, bu valideynə qarşı. dövlət büdcəsindən şəhid ailələrinə ayrılan pulları öz cibinə aparır. Bu bayraq açılıb yerə düşmək eləm ki, bu mənim təpəmə vurmaq deməkdir. Deyir, bayraq olmaz, niyə ki olmaz, təsəllim alırıq bunu. Bu yerə tullanmaq yol mənim təpəmə çırpınmaq. Deməli, həm də problem ondadır ki,
icra məmurlar nəinki şəhidə hörmətsizlik eləyib, hətta şəhid ailəsinə heç bir təzminat, köməklik də eləmir. Xeyr, 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 xeyr. Qırtdan gediləndi, xeyr. Görməmişəm. 3-7, 40 verilir gedən. Uşağım da gedibdi, vətənsevər olubdu. Başımızı ucu eləyibdi. Bax belə, amma cənab prezidentimiz İlham Əliyevin qoyduğu o şəhidə aprel döyüşündən bəri qoyduğu o sərəncamların bir cəzini bu İranın başçısı eləməyibdi. Nə də onun el altına ancaq elə bayraq üçün gəlib gediblər. Mən də sadəcə elə təzyiqimi qaldırırlar, nə vəziyyət onu Allah bilir. Elə mitildən Teybi bu bayraq düşəndən bəri mitildə yenə dərmandadır Allah'ın olsun. Bu bayrağı üstündə də gəlib, torpağa da sərilibdi. Gəl bunu niyə açdırırsan? Niyə açdırırsan? Özün gəlginə. Gəl şəhidin qapısına, gəlginə bir anası ilə, atası ilə, nə var, nə yox, qırtdan getmirsən. Soruş kinə, nə tərsüz, bir uşağımız bunu torpaq üçün gedib da. Bunu günlər mənim uşağımın elə qiymət verməyəndən sonra, bayrağını açdırandan sonra nə olur? Bəs biz indi hal-hazırda bu bayrağı assaq, yəni onun icra məmurlarının, polislərin növbəti addımları nə olacaq? Yəni biz əgər bunu eləsək. Nə deyim bu? Bəlkə yenə gələcək qadındır. Onu bu asma, başıma çırpmaq demək Məndən olsa taxılmalıdır. O sizdə olsa yox, biz hamımız istəyərdik ki, bayrağımız. şəhid övladımızın məzarı önündə bayraq dalğalansın və buradan biz deyərkən, yəni Azərbaycan xalqı Zərdab rayon icra başçısına, polis şöbəsinin rəisinə səslənirik ki, əgər sizin 1 qram vicdanınız və ya 1 qram insanlıq hissiniz varsa, siz mütləq bu şəhid ailəsinə təzyiqləri dayandırmalısınız, mütləq şəkildə. Çünki bizim şəhid dostumuz, övladımız vətəni, torpaqları qorumaq üçün döyüşlərdə iştirak eləyib. O döyüşlərdə iştirak eləyib ki, bizim o belə deyək də saxta məmurlarımız evdə rahat oturub dincəlsinlər. O bayraq üçün vuruşub, o öz torpaq üçün vuruşub və bu gün icra məmurları şəhid ailəsinə qarşı tərbiyəsizliklə məşğullar. Buna son qoyulmalıdır. Niyə? Ona görə ki, bu ailənin tək övladı bizim vətənimizi qoruyanda, bizim vətənimizi qorumaq üçün döyüşlərdə iştirak eləyəndə o saxta məmurların övladları büdcədən xalqın pullarını oğurlayıb xaricdə gəlib özlərinə villalar, maşınlar alırdılar. Yəni heç olmasa bundan utansınlar.